Piyələnmə nə zaman cərrahi xəstəlik olaraq qəbul olunur? Piyələnmə günümüzdə çox ciddi sosial və tibbi problemə çevrilmişdir. Əhali arasında çox geniş yayılmışdır və ən böyük problemlərdən biri də piyələnmə sadəcə yağ yığılması deyil, yanaşı olaraq xroniki xəstəliklər deməkdir. Bura şəkərli diabet, yüksək təzyiq, xolesterol yüksəkliyi, qaraciyər piyələnməsi, xərçəng riski və sair xəstəliklər aiddir. Pasientlərdə boya görə çəki hesablanması, tibbi dildə desək, vücud kütlə indeksi 40-ın üzərində olduqda və ya yanaşı xəstəliklərin varlığı zamanı 35-in üzərində olduğu zaman, metabolik sindrom olduğu zaman, çoxlu uğursuz pəhriz və həyat tərzi dəyişikliklərində cərrahi əməliyyat düşünə bilərik. Cərrahi əməliyyat zamanı ən çox uygulanan əməliyyatlar da mədə kiçiltmə və bypass əməliyyatlarıdır. Piyələnmə, artıq çəki sadəcə estetik problem deyil, müəyyən mərhələdə həm də cərrahi problemdir.